concepts. Herkese salam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayım. Bugünkü videomuza keçməmişdən öncə hamınızın Ramazan bayramını təbrik edirəm. Və bugünkü videomuzun mövzusu müdafiə oyuncuları və həmin müdafiə oyuncularının oyun tərzləridir. Və video keçməmişdən öncə videoya like atıb kanalımıza da abunə olmağı unutmayın. Videomuza keçid edək dostlar. Bəli dostlar, gəldik oyuncuların oyun tərzlərini izah etməyə. Hal-hazırda yox edici və onun da yanında bir dənə də yox edici işlədəcək və bunların oyun tərzinə baxacağıq. Hal-hazırda gördüyünüz kimi baxın, yox edici pressing edir və topu çox asan bir şəkildə qazana bilir. Amma onlar çox irəlidə dayanır, buna görə də arkada boşluq buraxa bilirlər. Hal-hazırda gördüyünüz kimi Upamecano topu aldı, özü irəlilədi və güclü bir fizikə sahib olduğunu yanındakı müdafiəçi onu itələyə bilmir və sonda da qolu atdı Upamecano. Amma bunların yəni pis cəhəti odur ki, arxada çox boşluq buraxırlar və qol yeməyiniz daha asan ola bilər. Buna görə çalışın ki, bu oyunculardan biri oyun kurucu olsun. Gəldik indi isə hal-hazırda beklərimizdən bitirici bek və bizim müdafiəçimiz olan oyun kurucunu oyunda oynadaq. Görək bunların oyun tərzləri nədir və necə oynayırlar. Bunların bitirici bek çox güclü defansif özəlliklərə malik olmur, amma yəni biraz da olsa gücü var ki, sizə kömək etsin və burada oyun kurucuya indi fikir verin Franz Beckenbauer'a. Gördüyünüz kimi nə qədər geridə qalır və hər tərəfə çox diqqətli bir şəkildə baxır. Amma yox edici gördüyünüz kimi çox qabağa gəlir. Franz Beckenbauer görün nə qədər geridədir. Oyuncular hücumçuları görür və boşluğu tez fərq eləyə biləcək. Bu oyun kurucunun oyun tərzidir və o çox geridə qalaraq sizə rahat bir şəkildə kömək edəcək. Bitirici bek isə hal-hazırda görürsüz. Bitirici bek oyunda həmişə içərilərə doğru irəliləyir və qol atmağa daha meyilli olur. Hal-hazırda gördüyünüz kimi çox içərilərə doğru irəliləyir və hücuma kömək edir. Amma geridə gördüyünüz kimi bir dənə boşluq buraxır ki, bu da müdafiədə zəiflik yarada bilər. Təbii ki, ortalardakı çox güclü ortalarda aça bilən beklər var. Gəldi indi isə biz savunmacı bekə baxaq və savunmacı bekin yanında bir dənə də hücumçu defans götürək ki, bu oyun tərzlərini də daha yaxşı şəkildə aydınlaşdıra bilək. Hal-hazırda gələk savunmacı bekə. Savunmacı bekin indi nə etdiyini siz görəcəksiniz. Baxın, hücuma irəliləyirik, amma arxada qalıb. Yəni baxın, irəli gəlmir. Qəti şəkildə müdafiə tam şəkildə oturaraq müdafiəmizə kömək edir və irəliyə heç bir şəkildə gəlmədi. Yəni nə olur olsun müdafiəyə birinci öncəliyidir savunmacı beklərin. Güclü fiziksəlliyə malikdir ki, bu oyuncular daha tez şəkildə topu geri ala bilərlər. Hal-hazırda gördüyünüz kimi bizim indi də hücumçu defansımız var ki, bu defanslar çox irəlilərə doğru çıxır. Həm oyun kurucunun, həm də yox edicinin tərzinə sahibdir. Çünki çox gözəl paslar var həqiqətən. Yəni onlar sizə lazımı olan pasları dəqiq bir şəkildə ata biləcək oyunculardır. Amma dediyim kimi çox irəlilərə qaçırlar. Onlar da yəni hücuma kömək etmək üçün əllərindən gələni edirlər. Və təbii ki, belə olduğu halda geridə yenə boşluqlar yarana bilər. Və gəldik sonuncu olaraq biz hücumçu bekə. Hücumçu bek nə işə yarayır onu da göstərək. Hücumçu bek hal-hazırda gördüyünüz kimi hücuma çıxırıq və hücumçu bek topun bizdə olduğunu gördüyü an müdafiəni boş buraxır və dərhal sürətli bir şəkildə hücuma köməyə gəlir. Yəni öz mövqeyini amma çox boş buraxdığına görə arkada gördüyünüz kimi 2 dənə müdafiəçi qaldı, amma hücumçu bek sürətli bir şəkildə irəliyə doğru qaçdı. Yəni topun amma bizdə olmadığını fərq eləyən kimi müdafiə həmən qayıtmağa meyilli olur. Bəli dostlar, videomuz bu qədərdir. Ümidvaram ki, videonu bəyənmisiniz, oyun tərzlərini yaxşı şəkildə başa düşmüsünüz. Videoyu bəyəndirsə like atıb abunə olmağı unutmayın. Hamınızı çox sevirəm dostlar, sağ olun.